Deməli bu məsciddir. Bax burada namaz qılınan yerdə namazgah deyirlər də bura. Oradır. Üzü belə gəlirsən bu məscidin ayrı-ayrı otaqlarıdır. Bu məscidin 2 dənə qapısı olub. Qapının biri buradır. 3 dənə otaqları olub. O da bilmirəm də bunu sonrasını bilmirəm. Deməli bu bir buradadır. Aşağıda bir dənə qapısı var. İndi onu da çəkərsən. Deməli o qapının içində orada çoxlu kitablar vardı. O kitablar sonra götürdülər. Kim götürdü, hara götürdü? Mən bundan anlaşım yoxdur. Bu qapının bir qapı var. Bu evə qədər məscidin qapısı istəyir. Deməli 5-ci, 15-ci əsrə aid məsciddir. 5-ci, 15-ci əsrə aid. Bunun divarlarının 1 metrdən yarıma qədər, 1 metr 20 santiyə qədər divarının. Göstərir ki, bunların hamısı buradan gedirdi. Bir 100 metrə qədər orada şey var idi, divar var idi. O divarında hər bir yerində o başdan bir qapı var idi. Və duran bir dənə qapıdır. Sonra bu məscidin daşları söküblər. Aparıb tikdilər. O vaxtı gəlsən, aparıb nə biçim neyini bilirsə bilmirəm. İndi bax, bunlar da hamısı çox dağılıb. Bu məscidin baş tərəfidir. O da dağılıb, belə. Bunu belə göstərir ki, yəni Qubadlı rayonu Xələc məscididir. Bunu gəlib başlanğıcına deyim, onu demədim. Qubadlı rayon Xələc məscidi. Bu məsciddən mən elə hesab edirəm ki, birdən Naxçıvanda var. Eşitdiyimə, bildiyimə görə görməmişim. Bu qədər.